Orduya böyük sərmayə qoymuşuq, Azərbaycanla müharibə. Son illərdə ordumuza böyük sərmayələr qoymuşuq və islahatlar aparmışıq. Birincisi, hərbi qulluqçulara peşəkar ixtisaslarından asılı olaraq maaşlarını 2 qat artırmağa imkan verən könüllü sertifikatlaşdırma proqramı mövcuddur. Bugün ordumuzda 10 minlərlə hərbçi könüllü sertifikatlaşdırma nəticəsində sertifikatlaşdırmadan əvvəlki maaşlarından 30, 50, 100% və hətta daha çox maaş alır. Axar az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Ordumuzda 700 min dram, təxminən 1800 dollar maaş alan çoxlu sayda sıravi əskər var. Zabitlərin maaşı 1,5-2 milyon dramdan çox ola bilər. Son illərdə ordumuzun heç vaxt sahib olmadığı keyfiyyətdə və parametrlərdə çoxlu sayda müasir silah və hərbi texnika əldə edilib. Əldə edilən avadanlıq bahalı və çox sayda olduğundan buna xeyli maliyyə vəsaiti xərclənib. Amma çox vacib bir suala da cavab vermək lazımdır. Niyə eyni şey 2018, 2019, 2020, 2021, 2022-ci illərdə edilmədi? Silah və avadanlıq satmaq potensialına malik beynəlxalq tərəfdaşlarımızın demək olar ki, hamısı iki əsas səbəbdən Ermənistana silah satmaqdan nəzakətlə imtina edib. 1. Onlar bu silahların Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda yerləşdirilməyəcəyinə əmin deyildilər. 2. Onlar bu silahların gizli parametrlərinin qıtıntıya ötürülməyəcəyindən əmin deyildilər və sözügedən təşkilata da üzvlük buna əngəl idi. 2022-ci ilin sentyabr ayından etibarən KTM-də tərəfdaşlarımız Ermənistanın təhlükəsizliyinə və ərazi bütövlüyünə zəmanət vermək üçün bizimlə bağladıqları müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina etdilər. Onlar həmçinin Ermənistanın artıq ödədiyi 100 milyonlarla dollar dəyərində silah və avadanlıq tədarik etməkdən imtina etdilər. Bu, Ermənistan üçün təhlükə yaradırdı, dövlətçiliyimizi məhv etmək və suverenliyimizi ləğv etmək qərarının verildiyi açıq-aydın görünürdü. Bu ölümcül təhlükə iki həlledici hadisə nəticəsində aradan qaldırıldı. 6 oktyabr 2022-ci ildə Praqada 4 tərəfli formatda əldə edilən siyasi razılaşma. Bu razılaşmaya əsasən Ermənistan və Azərbaycan 1991-ci il Almatı bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır və Ermənistanın qıtıntıdakı üzvlüyünü dondurur. Biz bu strategiyanı ardıcıl olaraq davam etdirəcəyik. Açıq şəkildə bildirmişik və bildiririk ki, Ermənistan ordusunun beynəlxalq səviyyədə tanınmış 29.743 kvadrat kilometrlik ərazisini müdafiə etməkdən başqa heç bir vəzifəsi yoxdur və beynəlxalq müqavilələrə əsaslanan sülhməramlı missiyalarda iştirak etməkdən başqa heç bir vəzifəsi olmayacaq. Ermənistanın işğal olunmuş ərazilərinə gəldikdə isə Ermənistan və Azərbaycan demarkasiya komissiyalarının birgə fəaliyyəti haqqında qətnamədə qeyd olunan bu məsələ ilə bağlı qərar artıq hər iki ölkədə ali hüquqi qüvvəyə malikdir və məsələ demarkasiya prosesi zamanı həll olunacaq. Amma onu da vurğulamaq istəyirəm ki, biz müharibə